Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bu videoda sizinle adı saray sarması olan yüngül, dadlı ve asan hazırlanan bir desert hazırlayacağız. Öncelikle bir qazana un, şeker tozu, kakao ve süt əlavə edib yaxşı-yaxşı qarışdırırıq ki, topalar qalmasın. Daha sonra orta ateşdə qatılaşana qədər bişiririk. Qatılaşıb bişdikdən sonra bir xörək qaşığı çərə yağı və bir paket vanil əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Artıq mühallebimiz hazırdır. Onu bir kənara qoyub bir list götürüb, daha sonra listin içərisinə 2 stəkan kakao tozu əlavə edib hər tərəfinə yayırıq. Daha sonra üzərinə mühallebimizi əlavə edirik. Muhallebini də hər tərəfə eyni olacaq formada yayırıq. Daha sonra soyuducuya qoyub soymasını gözləyirik. Və keçirik krem şantisini hazırlamağa. Mən sadə krem şantidən istifadə etdim. Siz istəsəniz meyvəli krem şantidən də istifadə edə bilərsiniz. Mikserə 1 stəkan krem şanti tozu, yarım stəkandan 2 barmaq yuxarı süd əlavə edib qatılaşana qədər qarışdırıram. Krem şantini də biraz soyuducuda gözlətdikdən sonra daha sonra desertimizin üzərinə əlavə edirik. Əgər vaxtınız varsa bu formada bir gecə gözlətsəniz daha gözəl olacaq. Krem şantini hər tərəfə eyni olacaq formada yayırıq. Daha sonra bıçaqla bu formada hissələrə ayırırıq. Bıçağı hər istifadə etdikdən sonra salfetlə bu formada silin ki, daha gözəl səliqəli nəticə əldə edə biləsiniz. Desertimizi hissələrə ayırdıqdan sonra gördüyünüz kimi rulet formasında hər birini bükürəm. Həqiqətən çox dadlı, yüngül və görünüşü də çox gözəl bir desert alınır. Hazırlayan hər bir kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videomuzu bəyənməyi və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik.